Sizin beyniniz də eynilə bu stəkan kimidir. Yəni onun da bir dolma limiti var və biz o limitləri aşandan sonra heç bir informasiyanı beyin artıq qəbul etmir. Bu gələcəkdə zamanlarını necə idarə edəcək problemini ortaya çıxarır. Bəli. Uşaq nümunə götürsün ki, anam yatmamışdan öncə və yaxud da atam yatmamışdan öncə kitab oxuyurdu, sonra yatırdı. Nəinki telefondan oynamaq. O dinləyir, eşidir, amma danışmır. Bu zaman nitq prosesimiz inkişaf eləmir, koqnitiv bacarıqlarımız inkişaf eləmir. Ən azından gün ərzində 1 saat belə uşağa ayrılan vaxt mümkün deyil ki, nəticəsiz ötürsün. Salamlayıram hər birinizi. Bundan öncəki çıxışlarımda elektrotexnikanın, ələxüsus telefonların uşaqların inkişafına müsbət və mənfi tərəflərindən danışmışdıq. Bugün həmsöhbətim Güləmbər xanımdır. Güləmbər xanımla telefon asılılığından danışacağıq. Xoş gəlmisiniz Güləmbər xanım. Çox sağ olun, xanım. Sizin fikirləriniz dəyərlidir, önəmlidir. Bir pedaqoqla istədik, bölüşək. Bu dövrümüzdə süni intellektin inkişaf elədiyi bir dövrdür. Uşaqlarımızı elektrotexnikadan, ələxüsus telefonlardan uzaq tuta bilmirik. Amma nə qədər uzaq tutsaq desək belə, o qədər də asıllıq yaranır. Sizcə telefon asıllığının və yaxud da ki, telefonda izlənilən videoların müsbət və mənfi tərəfləri? İlk öncə müsbət tərəflərini qeyd etmək istərdik. Daha sonra mənfi tərəflərini bölüşmək istərdim fikirlərinizi mənim. İlk öncə onu deyim ki, yəni telefon və yaxud da digər elektrikli vasitələr, elektron texnika, bunlar hamısı bizim bugünkü zəmanədə vazgeçə bilməyəcəyimiz, yəni onlardan tam şəkildə imtina edə bilməyəcəyimiz bir vasitələrdir. Hətta biz bunu müəllim olsaq da özümüz dərslərimizdə də istifadə edirik. Təbii ki, yenə də müsbət tərəflərindən istifadə edirik, amma çox təəssüflər olsun ki, uşaqlarda, xüsusilə 3-6 yaşlı uşaqlarda, yeniyetmələrdə bu hal bir növ sui-istifadə, nəzarətdən kənar istifadəyə gətirib çıxarır və onun da səbəblərini biz ağır şəkildə ödəyirik, belə deyək sizə. Bu uşaqlarda gətirir diqqət əksikliyinə çıxardır, özünə inam azalır uşaqlarda, sonra nitq ləngiməsi yaranır uşaqlarda və bunların da hər birini yenə də əziyyətini çəkən pedaqoqlardır və gələcəkdə valideynlərdir. Nəyə görə gələcəkdə valideynlər? Çünki valideynlər hələ ki bu təhlükənin nə qədər dərinliyinə varmırlar, nə qədər belə böyük bir təhlükə bizi gözləyir, hələ ki onu bir növ başa düşmürlər. Ən çox böyük problemlərdən biri ünsiyyətin azalmağıdır, ünsiyyət qurulmamağıdır. Yəni dərin köklərdən biri budur. Telefon asıllığı 0-1, 1-2 yaşda ümumiyyətlə telefon uşaqlara qadağandır deyirlər, olmaz. Amma veririk. Əməl varmı? Edirikmi? Yəni bu dövrdə telefonların fiziki sağlamlığı olan problemləri bir kənara qoyaq. Nə qədər psixoloji problemləri gətirib çıxarır. Aqressiyadır, davranış pozuntusudur, nitq ləngimələri də qeyd edirik. Bəs bu telefon asıllığını necə dəf edə bilərik? Belə deyim, mən sizə öz təcrübəmə əsasən deyirəm ki, mən hər dəfə sinifimizə yeni bir uşaq gələndə adətən müəllimi tanımır, bizim dərs prosesi haqqında heç bir məlumatı yoxdur. Uşaqlara ilk öncə tanışdıqdan sonra ilk verdiyim məlumat olur ki, daha doğrusu uşağa verdiyim sual olur ki, evdə boş vaxtlarında nə ilə məşğul olursan, boş vaxtlarını necə dəyərləndirirsən və əgər uşaq oyun oynayırsa, bunu mütləq şəkildə deyir. İstəyir dostları ilə, istəyir oyuncaqları ilə. Artıq sanki uşaqlar da bunun fərqindədirlər ki, yəni onlar düz işlə məşğul deyirlər və bu zaman susurlar. Və mən artıq özüm sual vermək oluram ki, telefondan oynayırsanmı, planşetdən nə qədər istifadə edirsən? Uşaqlar təbii ki, etiraf edirlər ki, istifadə edirik. Mən onlara bunu qısaca belə başa salıram ki, bir qələm qabı götürürəm, sinifimizdə əlimizin altında olan vasitələrdən gedir də söhbət. Deyirəm, məsəl üçün, və yaxud da bir stəkan. Bu stəkana biz nə qədər su tökə bilərik? Maksimum. Uşaqlar hərəsi yerdən bir cür cavab verir də istər-istəməz. Biri deyir, nə bilim, biraz tökərəm, çox tökərəm. Əslində isə cavab nədir? Dolana qədər. Düzdürmü? Biz dolandan sonra onun içinə tökdüyümüz suyun heç bir mənası yoxdur, axıb gedəcək. Sizin beyniniz də eynilə bu stəkan kimidir. Yəni onun da bir dolma limiti var və biz o limitləri aşandan sonra heç bir informasiyanı beyin artıq qəbul etmir. Və mən onlara yenidən sualla müraciət edirəm ki, sən bu beynini nə cür istifadə etmək istərsən? Bura lazımlı şeylər yığmaq istərsən, hansı ki, onlar sənə gələcəkdə də ehtiyacın olacaq, yoxsa lazımsız şeylərlə doldurmaq istəyərsən, təbii ki, uşaqların cavabı lazımlı şeylər olur. Deyirəm, siz telefonla oynadığınız zaman o özünüz də fərqində olmadan lazımsız informasiya ilə beyninizi doldurursunuz, sizdə aqressiya yaranır, gərginlik yaranır və ehtiyacınız olanda artıq beyninizi istifadə edə bilmirsiniz.
Təbii ki, bunu başa düşən uşaqlar da olur, başa düşməyən uşaqlar da olur. Hətta bir şagirdim evdə gedib demişdi ki, müəllimə bizə deyib ki, telefona çox baxsaz robot olacaqsınız. Mən onlara təbii ki, onu başqa cür izah eləmişdim. İndi uşaq uşağın necə başa qədər düşübsə, hə. Və o ona o qədər təsir eləmişdi ki, uşaq bir ay əlinə telefon almamışdı. Təbii ki, evdə baş verən proseslərdən bizim xəbərimiz olmur. Bir aydan sonra valideyn mənə yaxınlaşdı, dedi ki, müəllimə, uşağım yuxudan oyanmadan tam yatır, aqressiyası azalıb, əvvəllər qışqırırdı, eləyirdi, yuxudan qışqırıb oyanırdı. Yəni bu hallardan artıq rastlaşmırıq və biz ona elə vaxt olur ki, nə yalan deyim, müəllimə, vaxtım olmur, uşağın əlinə telefon verirəm, bir növ telefondan dayə kimi istifadə edirəm ki, uşaqla məşğul olsun. Yəni bu hallarda belə uşaq artıq telefonu əlinə vurmur ki, müəlliməm icazə vermir. Amma bunu başa düşməyən uşaqlar da var, belə deyim, bizi başa düşməyən valideynlər də var. Yenə deyirəm, başa düşürəm ki, telefon hamımıza lazımdır, mütləq ki, lazımdır. İşimiz olur, uşağı idarə etmək üçün əlinə verirlər valideynlər. Tam şəkildə məhdudlaşdıra bilməsək də, ən azından nəzarəti ələ almaq lazımdır. Nəzarətsiz istifadənin qarşısını almaq lazımdır bir növ. Uşaqlarda telefon asılılığının da bir səbəbi zaman itkisi. Bəli. Zaten onlara elə gəlir ki, 10 dəqiqədə telefona baxırlar. Amma baxırsan saatlar keçib. Bu özümüzdə də belədir. Zamanın necə axıb keçdiyinin dərinliyinə belə varırlar və bu zamanlarını gələcəkdə zamanlarını necə idarə edəcək problemini ortaya çıxarır. Yəni bir telefon istifadəsində görə nə qədər dərin izlər buraxır özündə. Vaxt bölgüsünə nəzarət itirirlər bir növ. Məsəl üçün mən bir də onlara məsləhət görürəm ki, çünki valideynlər adətən nədən şikayət edirlər? Müəllimə, evdə uşaqlar dərs eləmək istəmir, çağırırıq ki, gəlin dərs oxuyaq. Nə telefondan ayrılmaq istəmirlər, nə televizordan ayrılmaq istəmirlər. Mən hər zaman onlara deyirəm ki, siz vaxtınızı düzgün idarə edə bilsəz, əslində hər şeyə vaxtınız çatar da. Evə getdiniz, tutaq ki də yeməyinizi yediniz, biraz dincəldiniz, dərslərinizi eləyin, sonra yarım saat, maksimum 45 dəqiqə televizora baxa bilərsiniz. Adətən telefonu qəti şəkildə, yəni çalışıram ki, məsləhət görməyim, çünki onsuz da bilən baxırlar. Mən elə deyirəm ki, heç olmasa onu biraz da məhdudlaşdıra bilmək üçün. Axın Gülənbər xanım, telefon arxasında, telefon asılılığında 21-ci əsrin kiber cinayəti deyirlər. Yəni burada siyasi olaraq, düşünülərək atılmış addımlar var. Hansı ki, Mavi Balinadır, Roblox oyunlardır, hansı ki, uşaqlarda dərin travmalar buraxır. Hətta Mavi Balinanı izləyib özünün həyatına son qoyan uşaqlar da var. Roblox-a hətta bəzi ölkələrdə, səhv etmirəmsə, bu yaxınlarda Azərbaycanda da belə qərar veriləcək ki, həmin oyunun yüklənməsini belə qadağı qoyulacaq. Artıq Yaponiyada qadağı qoyulub və Roblox. Bu yaxınlarda bir valideynə qeyd etdi ki, Roblox uşağın inkişafına çox mənfi təsir göstərir. Və valideyn israrla mənə qeyd etdi ki, Robloxda uşaqlar orada evlər tikirlər, bu uşağın düşüncəsini, uşağın fikirlərinə hörmət yaradır. Amma Roblox bir mənalı olaraq uşağın psixikasına çox mənfi təsir göstərir. Əsəbilikdir, gərginlikdir, davranış pozuntusudur. Ümumi telefonlarda yüklənilən oyunlar, adi bir müqayisə gətirəcəm. Nəqliyyat vasitələrindən istifadə edərkən, evə gedərkən müşahidə etdiyimi deyirəm. Metroda və yaxud avtobusda hər kəsin əlində telefon var və hər kəs oyun oynayır. Hər kəs TikTokdadır, Instagramdadır. Uşaqlarımız belə oradadır. Baxın, texnologiyanın inkişafının əleyhinə deyilik. Amma bundan düzgün istifadə ediriksə, əgər biz telefonun qarşısında hansısa bir öyrədici videonu izləyiriksə, dünya görünüşümüzü inkişaf elətdiririksə, nə xoş bizə. Amma bugün biz bunu etmirik. Əslində biz ondan müsbət tərəfdə istifadə etdik, əldə etdiklərimiz daha çox olacaq. Amma düzgün istifadə etmədiyimizə görə ünsiyyət var. Bugün insanlar ünsiyyət qurmağı bacarmır. Bugün ünsiyyət qurmağı bacarmırıqsa, empati qurmaq hissindən nə danışa bilərik? Empati hissimiz 0 dərəcədədir. Ümumiyyətlə biz empati qurmağı bacarmırıq. Biz uşaqlara özümüz birinci növbədə nümunə olmalıyıq. Mən hər zaman valideynlərə deyirəm ki, ola bilər siz kitab oxumağı sevmirsiniz, ola bilər kitab oxumursunuz. Amma ən azından belə bir növ yalandan da olsa, hər axşam heç olmasa əlinizə kitabı alın, uşaq yuxuya gedənə qədər. Uşaq nümunə götürsün ki, anam yatmamışdan öncə və yaxud da atam yatmamışdan öncə kitab oxuyurdu, sonra yatırdı. Nəinki telefondan oynamaq. Biz uşaqlara nəyi göstəririksə, mən hər zaman deyirəm, bu bizim qədimdən gələn bir ifadəmiz var ki, uşaq evin güzgüsüdür. Yəni, mən bu fikirlə həqiqətən yerdən göyə qədər razıyam. Çünki uşaq evdə nə görürsə, onu da təkrarlayır. Adətən uşaqlardan elementar peşə seçərkən belə soruşuruq, nə olmaq istəyirsən? Tutaq ki, deyir ki, həkim və yaxud da müəllim, maraqlanırıq ki, evdə ata ya ana ikisindən biri o peşələrdən birində çalışır.
Bu nəyə görə olur? Çünki uşaq evdə atasını həkim görür və yaxud da anasını həkim görür və onu yamsılaya bilmir. Yəni bu müsbət bir yamsılamadır. Amma yenə də deyirəm, birinci növbədə özümüz uşaqlara nümunə olmalıyıq və bu işdə siz bayaqlara sual verdiniz ki, necə bunun qarşısını ala bilərik? Biz bu işdə burada valideyn, uşaq və müəllim üçbucaq deyək də, bu üçbucaq pozulmadığı halda biz bunun qarşısını ala bilərik. Yox, əgər bu 3 nəfərdən xüsusilə də valideyn və müəllim fikir ayrılığı yaşayırsa, bu zaman heç bir nəticədən söhbət gedə bilməz. Bəzən valideynlərə qeyd edirik ki, telefon asılılığıdır, uşaqda aqressiya var, müzakirə edirik və valideyn bildirir ki, mən evə gedirəm, mənim vaxtım yoxdur, bütün günü işdə oluram. Amma mən buradan valideynlərə səslənib qeyd etmək istəyirəm ki, heç bir iş, heç bir vəzifə, bizim çalışdığımız ana olduğumuzu bizə unutturmamalıdır, evdar olduğumuzu bizə unutturmamalıdır. Çünki biz hər şeydən öncə anayıq, cəmiyyətə şəxsiyyət yetişdiririk. Bizim işə getməyimiz uşağımızın psixologiyasına mənfi təsir göstərəcəksə, biz özümüzə bir burada dur deməliyik. İlk öncə bu bizlərdən başlamalıdır. Əgər saatlarca, bayaq vurğuladınız ki, özümüz telefonun əlimizdədirsə, biz saatlarla telefonu izləyiriksə, biz övladımıza necə deyə bilərik? Əgər biz telefondan lazım olan məlumatı almırıqsa, övladımıza necə deyə bilərik ki, sən telefondan asılı olma? Əgər bir valideyn TikTokda saatlarca əyləşib, biz TikTokdan, Instagramdan və yaxud hansısa bir sosial şəbəkədən özümüzə müsbətləri götürə bilərik. Orada o qədər öyrədici videolar var. Biz onları götürmürüksə, bizə lazım olmayanı götürmürüksə, düz vurğuladınız ki, ailə uşağın güzgüsüdür. Əgər bir övlad anadan onu almırsa, biz onu uşaqdan necə ala bilərik? Bəli, telefondan istifadə edə bilərik. Məsələn, biz də bağçalarda resurs kimi istifadə edirik. Necə? Telefonu demirəm, məsələn, televizorlardan ən azından və yaxud da ki, ağıllı lövhələrdən hansısa bir mövzu keçirilibsə, həmin mövzu ətrafında müzakirə edə bilərik. Və bugün ünsiyyət bacarığımız niyə aşağıdadır? Biz videonu izlədik, övladımızla onu heç müzakirə etmirik. Valideyn deyir ki, dinləyir, anlayır da. O dinləyir, eşidir, amma danışmır. Bu zaman nitq prosesimiz inkişaf eləmir, kognitiv bacarıqlarımız inkişaf eləmir. Ona görə buradan səs olaraq bizə daha çox yük düşür, müəllimlər olaraq, tərbiyəçilər olaraq. Daim əlimizdən gələni etməliyik ki, həqiqətində cəmiyyətin o yararlı şəxsiyyətlərini yetişdirməyə. Bəli, amma yenə də deyirəm, burada mütləq ki, indi valideynlər baxacaq, deyəcəklər, müəllimələr ancaq öz tərəfindən danışırlar bu mövzularda. Yenə deyirəm, keçmişdə necə idi, telefon yox idi, deyə bilərsiniz, indiki dövr keçmiş deyil, indi hər şey tamam başqa cür dəyişibdir. Amma ən azından, məsəl üçün, keçmişdə də valideynlər işləyirdi. Tutaq ki, 8-6 iş saatı valideyn evə gəlirdi, evin işlərini də görürdü və uşağına da vaxt ayırırdı. İndi onun o qədər olmasa da ən azından gün ərzində 1 saat belə uşağa ayrılan vaxt mümkün deyil ki, nəticəsiz ötürsün. Yəni, müsbət şəkildə olan nəticədən gedir də, yəni söhbət. İnşallah ki, zamanla, bir də ən pisi də nədir? Pandemiyadan sonra, xüsusilə də, pandemiyadan sonra bu evə qapanmalar falan uşaqlarda, təkcə uşaqlarda yox, elə yeniyetmələrdə də özünə qapanma, telefona daha çox asılı qalma kimi halları gətirib çıxartdı və məsəl üçün bizim bu il dərs keçdiyimiz uşaqlardan gedir söhbət, məktəbə qədər hazırlığa gələn uşaqlardan. Onlara biz pandemiya uşaqları deyirik, çünki onlar o dövrdə doğulan uşaqlardır və onların əksəriyyətində nitq problemi var. Əksəriyyətində var, çünki niyə? Uşaq gözünü telefonla açıb, heç kəsdən ünsiyyətə girə bilməyib və onun tək dostu bir növ telefon olubdur. Telefonla dostdular bu uşaqlar. Yəni bunu nəzarətsiz istifadə edirik artıq. Bir də araşdırmalar onu göstərir ki, pandemiya dövrünün indi məktəbə gedən uşaqlarda nə üçün ünsiyyət bacarıqları aşağı səviyyədədir, davranış pozuntuludular. O dövrdə psixoloji sarsıntılar insanlara istər-istəməz təsir etmişdi. Onun təsiri də var sözsüz, o da yan qaçılmır. Yəni, tək telefona bağlaya bilmirik burada. Baxın, bugünün uşağı həyətlərdə biz uşaq görmürük. Uşaqları görmürük. Həyata çıxsalar belə, hər əlində bir telefon, uşaqlarımızda iPhone sevdalarıdır, məktəbə gedirsən, hamısında telefonlar var. Telefonun bir məqsədi var, lazım olan zaman istədiyimiz insana, yəni ulaşa bilmək üçün, çatmaq üçün. Əsas məqsədi istədiyimiz insanla əlaqə yaratmaqdır. Amma telefonun məqsədi əgər bizim psixikamıza mənfi təsir göstərirsə, o məqsəddən başqa hər cür məqsəd istifadə olunursa, özümüzə bir dur deməliyik. Çox sağ olun Güləmbər xanım, minnətdaram sizə, dəyərli idi fikirləriniz. Çox sağ olun, mən də sizə təşəkkür edirəm. Sonda nə fikir demək istərsiniz valideynlərə? Sonda deməli olduğum fikirləri düşünürəm ki, elə ilk öndən dedim, bu valideyn, müəllim, şagird üçbucağını pozmadan uşaqlarımızın psixikasına
yəni beyninə zərər yetirmədən bu problemləri həll etməyi ümid edirəm ki, birlikdə bacararıq. Gec olmadan, ən əsası gec olmadan bunun öhdəsindən gələrik. Valideynlərə buradan xüsusilə demək istəyirəm ki, müəllimlərinizin, pedaqoqlarınızı dinləyin, onların dediklərinə qulaq verin. Çünki belə deyim də, biz o uşaqların üstündə əziyyət çəkiriksə, onların nəticəsini görmək istəyirik. Yəni buna sadəcə bir iş kimi baxmırıq. Ortada bir əziyyət var. Məsələn, biz elementar deyim sizə, gül əkəndə o gül çiçək açırsa, onun bizə hər hansısa bir faydası yoxdur. Sadəcə ona baxıb zövq alırıq. Düz deyil. Biz də öz uşaqlarımıza, öz şagirdlərimizə baxıb, onların gələcəkdəki uğurlarına baxıb zövq alırıq. Necə ki, məsəl üçün, mən artıq 14 ildir bu sahədə işləyirəm və şagirdlərimin içərisində universitetdə oxuyanlar da var. Yəni, onları görəndə necə sevinirəm. Necə fəxr edirəm ki, onlar artıq universitet tələbəsidirlər. Eləcə də onların uğurlarını görəndə sevinirəm. Əksinə, məsəl üçün, daha geriyə getdiklərini görəndə isə bu bizi üzür, məyus edir. Bunu heç bir mən düşünürəm ki, pedaqoqdanmaz, hər kəs mənimlə razı olar. Ortada bir əziyyət var. İstəmirik ki, o əziyyət yerdə qalsın. Çox sağ olun fikirlərinizə görə, minnətdaram gəldiyiniz üçün. Var olun.